Bank of Baku autizm maarifləndirmə ayına özəl olaraq Gəncədə həyata keçirdiyi tədbirdə sevgi varsa fərq yoxdur mesajını verib. Bank of Baku, Birgə və Sağlam İctimai Birliyinin təşkilatçılığı, Paşa Mol və Gəncə Molun tərəfdaşlığı ilə Gəncə şəhərində Mavi Ürəklər İnklüziv Musiqi qrupunun konserti baş tutub. Sevgi varsa fərq yoxdur. Autizmi tanı, sevgini paylaş mesajlarının vurğulandığı konsertdə çıxış edən Mavi Ürəklər qrupu öz istedadları ilə fərqliliyin bir maneə olmadığını bir daha sübut ediblər. Qeyd edək ki, aprel ayı bütün dünyada autizm maarifləndirmə ayı olaraq qeyd olunur və Gəncədə baş tutan konsertin də əsas məqsədi autizm spektr pozuntusu haqqında məlumatlığı artırmaq, autizmi və neyromüxtəlifliyi olan fərdlər üçün cəmiyyətdə bərabər imkanları təşviq etməkdir. Konsertdən əvvəl Bank of Baku əməkdaşları Birgə və Sağlam İctimai Birliyinin Gəncədəki autizm mərkəzinə də baş çəkib və burada təhsil alan uşaqlar üçün rəsm master-klassları təşkil ediblər. Məlumat üçün bildirək ki, Bank of Baku korporativ sosial məsuliyyət layihələri ilə inklüziv cəmiyyətin inkişafına mütəmadi dəstəyini davam etdirir.